Deməli, əziz tələbələr, dərs 11-də sürət qruplarında tələbələrdəki 68 nömrəli misaldır. Səhv izah eləmişik, onu düzəldək. Görünür, yoxlamışıq. Şərtim 2 şərt. Mən yazdığım şərtlə və ümumiyyətlə şərtləri dəyişə-dəyişə deyək. Ehtimal nəzəriyyəsinə aid sualdır. 2 formada deyək. Birinci, 2 zər və bir dəmir pul atılır. Bir dəmir pul atılır. Və deyilir ki, zərlərdə tək xal. Zərlərdə tək xal. Dəmir pulda gerb üzünün düşməsi hadisəsini tap. Deməli, 2 zər, bir dənə də nə atdıq? Gerb. Zərlərdə tək xal düşməlidir. Dəmir pulda da nə düşməlidir? Gerb. 3 dənə əşya atmışıq. Tələbə də deyir ki, müəllim, əgər tək xal düşəcəksə, birincidən tək xalın düşməsi hadisəsi 6 haldan neçəsidir? 3-üdür. Növbəti zərdə də 6 haldan nə idi? 3-üdür. Növbəti zərdə də, dəmirdə də ya gerb düşəcək, ya xəritə 2-də 1. Bu elədi neçə? Bu şərt daxilində. İndi şərti dəyişəcək, başqa cürdə deyəcək. Bu şərt daxilində. 2 zər atıldı. Hər ikisində nə düşməlidir? Tək. Bir dəmir pul atıldı. Onda da gerb. Bunu uşaqlar necə dərk eləmək olar? Ümumiyyətlə dərk eləmək üçün. Biz zər atanda belə bir cədvəl çəkirdik. Deyirdik ki, burada 1, 2, 3, 4, 5, 6. 2 dənə zər atmışıq. 1, 2, 3, 4, 5, 6. Hansı damalar bizi qane edir? Bu dama qane edir, bura qane edir, bura qane edir, bura qane edir. Hər ikisi də tək düşməyib. Bura qane edir, bura qane edir, bura qane edir, bura qane edir, bura qane edir. Yəni fikir verin, 36-sından neçəsi qane edir bizi? 9-u. Yəni 2 zəri atanda eyni zamanda belə atsan, hər ikisi də tək düşmə hadisəsi 36-dan 9-dur. Hələ bir dənə də dəmir pulumuz var. Orada da ya gerb, ya xəritə düşəcək. Aha. Bu şəkildə yazmaq olur. Amma bizim qoyduğumuz sual, şərt bu deyildi. Şərtdə deyilmişdi ki, mən izahatı belə vermişəm. Amma şərtdə deyilmişdi ki, 2 zər atılır, hər ikisində eyni tək ədəd düşür. Bu söz də var idi orada. Bunu yemişik, ona görə də cavab da səhvə gedir. Eyni tək ədəd düşəndə artıq tələbə deyir ki, müəllim, bunların hamısı bizi qane eləmir axı. Eyni tək ədəddirsə, deməli 2 zər atılır. Hər ikisində nə olmalıdır? Eyni tək ədəd, bir dənə dəmir pulda gerb. Eyni tək ədəd budur. Budur. Bir də hansıdır? Budur. Eləmi? Eyni tək ədəd. Deməli neçə variant oldu? 3. 36 variantdan 3'ü vur 2'də 1. 2'də 1 hardan çıxdı? Ya gerb, ya xəritə. Burada da neçə oldu bizdə? 24'də 1. Hə. Anlamadıqsa yenə də etiraz eləyin. Başa düşüldü. Yaxşı, dayandıraq.